Bir Salam, on, mən tamam. 1-10 aralığında sayımız yoxdursa ondan 20'ye kadar sayılarınızı verin. Ondan 20'ye kadar da sayımız yoxdur. Yaxşı. Onda 20'den 30'a kadar sayılarınızın nömrələrini yazın. 20 yazmışsınız, 21, indi ona baxacağım. Deməli, giriş-çıxış blokları ümumi halda hansı həndəsi fiqurlar işarə olunur? Bunu keçən dəfə dərsiz ayağı əsasında da dedim. Dedim, məsələn, poliqram blokumuz var ha. Bu nə edirdi? Daxil etmə blokuydu. Verilənin kompüterə daxil edilməsi üçün istifadə edilir. Həm də dedim ki, bu verilənlərin qiymətinin çıxışa verilməsi üçün istifadə edilə bildiyi üçün bu bloka giriş-çıxış bloku da deyilir. Yəni, giriş-çıxış dedikdə poliqram. Bəzən tələbələr giriş-çıxış bloku ilə başlanğıc son anlayışını qarışdırırlar. Başlanğıc son ellipsisdir. Məsələn, bilirsiniz fərqləri nədir? Məsələn, mən deyirəm ki, salam uşaqlar, indi dərsimizə başlayırıq. Məsələn, bu başlanğıcdır. Və yaxud da sonra da deyirəm ki, bugünkü dərsimiz məsələn proqram təminatıdır. Bu artıq girişdir. Yəni, başlanğıc ayrı şeydir, giriş ayrı şeydir. Yəni, ona görə giriş-çıxış dedikdə poliqram, başlanğıc son dedikdə ellipsis başa düşülür. Sonra 30'a kadar başka sayımız var. 20-30 aralığında. Deyəsən testdə çoxunuz işləməmisiniz, yoxsa mənə mi elə gəlir? Yoxsa yaxşı mı işləmisiniz? Hə, uşaqlar işləmisiniz? Zeynəb, Səbinə, Bəli, müəllim. daha çox müəllimə misal məsələlərdə səhvlər Hə, var. bəli. Tamam. İşləmisinizsə əsas məsələ budur. Tamam. Yaxşı. Option 30'a kadar sayımız yoxdur. Yaxşı, 30'dan 40'a kadar sayılarınız var. 30-40 arası. 33 var. 33. Deyək ki, verilmiş 100 ədəd arasında ən böyüyün tapılması. Aha, mən keçən dəfə dərsin sonunda dedim ki, bu hissəni gələndə izah eləyəcəm. İndi gəlin o hissəyə baxaq bu suallar üçün. Deməli, son slaydımız nə idi? Ondan bəhs edirdik. Baxın, bizə müxtəlif sütasiyalar veriləcək və onun hansı algoritmaya aid olduğunu soruşulacaq. Mən də burada ümumiləşdirmişəm, bəzilərini qayda halına salıb. Məsələn, 2 və yaxud da 3 dənə ədədin cəminin, fərqinin, hasilinin tapılması xətt algoritmidir. Deməli, məsələn, 2 və yaxud da 3 dənə ədəd deyəndə, son deyir A və B ədədlərin hasilini tapılması. Söhbət neçədən ədəddən gedir? 2 dənə ədəddən gedir. Onda deməli, bu nə olacaq? Xəttdir. Amma yox, söhbət çox sayda ədəddən gedirsə, yadınızda saxlayın ki, hər zaman çox sayda ədədlər üzərində aparılan əməliyyatların ən optimal forması nədir? Dövr algoritmidir. Ona görə qısası çox sayda ədədlər üzərində aparılan əməliyyatlar dövrdür. Məsələn, deyil 100 ədədin cəminin hesablanmasının ən optimal algoritmi nədir? Məsələn, dövr algoritmidir. Həmçinin bu anlayışları müqayisə üçün də deyəcəyik. 2 ya da 3 ədədin müqayisəsi budaqlanandır. Bax, budaqlananda xətti sözünü ümumiyyətlə işlədə bilmirik. Niyə? Çünki müqayisədə sual verirsən ki, məsələn, A B-dən böyükdürmü, nə bilim, B C-dən böyükdürmü, kiçikdirmü? Yəni, burada suallar verdiyin üçün, şərtlər qoymalı olduğun üçün 2 ya da 3 dənə ədədi müqayisə edəndə budaqlanan, amma çox sayda ədəd olanda yenə dövrü algoritmi olacaq. Sonra ədədin faktorialının hesablanması da yenə necə algoritmdir? Dövri algoritmdir. Yəni, bu kimi misallara belə baxacaqsınız nəzəri suallara. İndi, məsələn, 100 ədəddir də çox sayda ədəddir. Deməli, bu nə olacaq? Dövr. 34-də isə 2 ədəddən söhbət gedir. A və B ədədinin hasilindən. Bu necə olacaq? Xətti algoritm olacaq. Aydın oldu uşaqlar? Müəllim, mən gec qoşuldum, bir də deyə bilərsiniz. Tamam, deyərəm. Deməli, ədədlər üzərində bəzi əməliyyatlar var. Baxın, 2 ya da 3 ədədin cəminin fərqinin hasilinin tapılması xəttidir. Məsələn, A və B ədədləri 2 dənə ədəddir. Onun hasilinin tapılması xətt algoritmidir. Amma görsəniz ki, çox sayda ədəd verilir. Çox sayda ədəd üzərində aparılan əməliyyatlar dövrüdür. Müqayisə üçün də belə bir anlayış var. 2 ya da 3 ədədin müqayisəsi budaqlanan. Məsələn, deyir ki, 2 ədədin ən böyüyünü tap, 3 ədədin ən kiçiyini tap. Yəni, burada müqayisə var. Və müqayisədə şərt tələb edildiyi üçün 2-3 ədədin müqayisəsi budaqlanan, amma çox sayda olanda yenə də nə olur? Dövr algoritmi olur. Sonra bir də faktorialın hesablanması yenə dövr algoritmidir. Yəni, bizə də onunla bağlı suallar verilmişdir. Həmin suallardan hansılardır? Məsələn,
33 və 34. Deyir 33-də verilmiş 100 ədəd arasında ən böyüyün tapılması. Çox sayda ədəddən söhbət getdiyi üçün nə olacaq? Dövr. 34-də isə 2 ədədin hasilindən söhbət gedir. Ona görə nə olacaq? Xətt olacaq. Başqa 40-a qədər sualımız var, hər hansı? 46 var. Aha, 46 da bundan bağlıdır. İndi gəlin 46-nı da izah edin. Sonra bizə bəzən də funksiyalardan bağlı sual verir ki, məsələn, bu funksiyanın qiymətinin tapılması hansı növ alqoritmdir? Baxın, əgər parçada funksiyanın qiymətindən söhbət gedirsə, bu hər zaman dövr alqoritmdir. Parçada məsələn deyir ki, 2-10 parçasında bu funksiyanın qiymətinin tapılması. Bunun səbəbi nədir? Elə bir parçadan x-ə qiymətlər verərək hər dəfə y-i hesablayırsın. Və burada da təkrarlanma baş verdiyindən nə olacaq? Dövr alqoritmi olacaq. Ona görə yadınızda saxlayın ki, qısası parça və yaxud da müəyyən aralıq verilibsə sizə, bu aralıqda funksiyanın qiymətinin tapılması dövrüdür. Məsələn, 46-da deyir x-in 1-dən 10-a qədər qiymətləri. Yəni, orada da sizə müəyyən bir aralıq verdiyi üçün, orada funksiyanın qiymətinin tapılması nə olacaq? Dövr olacaq. Bəs parça verilmədiyi halda nə olur? Parça verilməyəndə sualın şərtini dəyişir. Məsələn, deyir ki, x-in istənilən qiymətində. Onda xətti olacaq. İndi burada funksiyadan asılı olaraq dəyişəcək Firuzə. Məsələn, Əgər sualın kvadrat həllliksə, əgər məxrəci yoxdursa, onda xətti olar. Amma əgər kəsrdirsə, məxrəcində dəyişən varsa, budaqlanan. Aşağı ola bilər, düzdür Firuzə. Əgər sualın şərtində x-in istənilən qiyməti ifadəsi varsa, iki cavab ala bilər. Xətti ya da budaqlanan. İndi bunları ayırt etməyi öyrənəcək ki, nə vaxt xətti olur, nə vaxt budaqlanan. Bu funksiyanın özündən asılı. Məsələn, mən yazarım y bərabərdir 1 bölsün x çıxılsın 5. Burada məsələn, x-in yerinə istənilən qiymət qoya bilərəmmi? Qoya bilmərəm. Məsələn, x-in yerinə 5 qoysam, kəsrin məxrəci 0-a çevriləcək. Ona görə öncədən şərt qoyuram ki, x fərqlidir 0. Yəni, burada x-in üstünə şərt qoymalı olduğum üçün bu funksiyanın qiymətinin tapılması nədir? Budaqlanandır. Məsələn, yenə sualın şərtində deyir, x-in istənilən qiymətində y bərabər tutalım 1 bölsün x kvadratı plus 5 funksiyasının qiymətinin tapılması. Burada isə x-in istənilən qiymətində belə deyim, ödənir. Necə yəni? Çünki bu kəsirdə heç vaxt məxrəc 0-a bərabər olmaz. Çünki x kvadrat da müsbət ədəddir. 5-in də qabağında plus olduğu üçün o da müsbətdir. İki müsbət ədədin cəmindən, məsələn, 0 alınmayacağı üçün bu funksiyanın qiymətinin tapılması xəttidir. İstənilən qiymətdə ödənir. Yəni, qısası, əgər x-in üstünə şərt qoymaq lazım gələcəksə budaqlanan, hər hansı bir şərtə ehtiyac yoxdursa, nə olacaq? Xətti alqoritmi olacaq. Məsələn, kökaltı funksiyalar üçün də, kvadrat köklər üçün də bunu misal göstərə bilərəm. Məsələn, yazıram y bərabərdir kök altında, tamam, x minus 5. Məsələn, burada sən x-in üstünə şərt qoymalısan, böyük bərabərdir 5 şərti. Çünki məxrəc, yəni daha doğrusu kökaltı ifadələr 0-dan böyük bərabər olmalıdır. Ona görə sən şərt qoymalı olduğun üçün bu nə oldu? Budaqlanan oldu. Amma mən burada funksiyanı bu şəkildə yazsam, y bərabərdir kökaltı x kvadratı plus 5. Burada isə x kvadratı müsbət ədəddir, 5 də müsbət ədəddir. 2 müsbət ədədin cəmindən heç vaxt mənfi alınmayacağı üçün şərtə ehtiyac qalmır. Ona görə bu funksiyanın qiymətinin tapılması nə olacaq? Xətt olacaq. Yəni, burada artıq biz x-ə funksiyanın təyin oblasına baxmalıyıq. Deməli, bu da belə. İndi bu misalda parça verildiyi üçün, interval verildiyi üçün deyir ki, x-in 1-dən 10-a qədər qiymətləri. Bu halda nə olacaq? Dövri alqoritm olmuş olacaq. 41-ə A yazmışdır. Deməli, alqoritm ən əyani təsvir üsulu blok sxemidir. Bu, təbii dil ən sadə təsvir üsuludur. Sonra 42-43. Deyir ki, alqoritm blok sxem vasitəsilə təsvir zamanı müqayisə bloku, müqayisə, şərt, seçmə, hamısı rombdur uşaqlar. Yəni, hamısı eyni mənaya gələcək. Müqayisə, seçmə, şərt, bunların hamısı nədir? Rombdur. Sonra 43-dür. İşçi proqram nədir? Deməli, ümumiyyətlə biz kompüterdə məsələnin həll mərhələlərini öyrəndik keçən dərs. Düzdürmü? Həll mərhələləri nə idi? Birinci məsələnin qoyuluşu, sonra məsələnin analizi tədqiqi, həll alqoritminin yaradılması və nəhayət gəlirdik 4-cü mərhələyə. Alqoritm proqramlaşdırma dilində təsviri.
Yəni burada biz proqram tərtib edirdik. Birinci proqramlaşdırma dilindən istifadə edərək, yəni proqram kodlarından istifadə edərək ilkin proqram yazırdıq, düzdürmü? Sonra bu proqramı translator adlanan proqramlardan istifadə edərək nə edirdik? İşçi proqrama çevirirdik. İşçi proqramda nədir? Maşın dilində olan, yəni kompüterin başa düşdüyü dildə olan proqram. Yəni qısası kompüter dilindəki proqram. Mən Buna ora işçi yazmışdım. İşçi də demək olar mütləqdə. İlkin proqram maşın dilində çevirən proqrama nə deyilir? Translator deyilir. Yəni çevirmə gördünüzsə nə olacaq? Translator olacaq. Aydın oldu? Aha, çox sağ ol. Buyurun, yaxlaşdı. Sonra 49-cu sual. Baxaq nöqtəc 49-da görək nədir 49. Aha, deyir ki, x ədədin AB parçasına daxil olmaq şərti hansıdır? Deməli uşaqlar, ümumiyyətlə parça nədir? Parça ədəd oxu üzərində iki nöqtə arasında qalan hissəyə parça deyilir. Bizim də parçamız nədir? AB. Yəni x-in bu parçaya daxil olması nə deməkdir? Yəni bu aralıqda yerləşməsi deməkdir. Yəni A kiçik bərabərdir x, x kiçik bərabərdir b. Niyə kiçik bərabər yazırıq? Çünki parçadır, yəni A da B də daxildir deməkdir. Ona görə kiçik bərabər ifadələrindən istifadə edirik. Və hər iki şərtin eyni anda ödənməsi üçün AND operatorundan istifadə edirik. Deməli, AND kəsişmə operatorudur. Bunları inşallah gələcəkdə daha yaxşı keçəcəksiniz. OR belə deyim, birləşmə operatorudur. Yəni, burada hər iki şərt ödənməli olduğundan AND operatorundan mütləq istifadə edilmiş olmalıdır. Ondan sonra, yəni həm A x-dan kiçik bərabər olmalıdır, həm də x b-dən kiçik bərabər olmalıdır. Hər iki şərt eyni anda olmalıdır ki, burada parçadan söz gedə bilsin. Sonra keçəcəm 50-ci suala. Deməli, 50-ci sualda maraqlı sual. Sadəcə bizim yadımıza salmalı olduğumuz bir dənə riyazi anlayış var. Əslində onu yadımıza sala bilsək, elə də çətin sual deyil. Deməli, kvadrat tənliyin həllinin tapılması üçün blok sxemini qurduqda diskriminanta görə şərt blokundan neçə dəfə istifadə edilir? Kvadrat tənlikdə diskriminant üçün neçə dənə şərt var idi? 3 dənə şərt. Deməli, diskriminant sıfırdan böyükdür şərti. Bu halda deyirik 2 müxtəlif kökü var. Diskriminant sıfıra bərabərdir şərti. Deyirdik ki, 2 bərabər kökü var. Bir də diskriminant kiçikdir sıfır şərti. Deyirdik ki, həqiqi kökü yox. İndi deyir ki, bu diskriminant üçün blok sistemi qurduqda şərt blokuna neçə dəfə müraciət edilir? Biz də bu misalın həll qaydasını keçən dəfə ədəd oxu üçün öyrənmişdik. Dedik ki, bütün şərtləri ədəd oxundan öncə qeyd edirik. Məsələn, diskriminant sıfıra bərabərdir şərtini qeyd elədim. Diskriminant sıfırdan böyükdür nə demək? Yəni sıfırdan müsbət sonsuzluğa deməkdir. Diskriminant kiçikdir sıfır nə deməkdir? Mənfi sonsuzluğa. Və görürük ki, ədəd oxu üzərində bütün nöqtələr qeyd edilir. Ədəd oxu üzərində əgər bütün nöqtələr qeyd edilərsə, şərt blokuna müraciət sayını tapmaq üçün ümumi şərtlərin sayından, yəni 3-dən 1-i çıxırıq. Və qalır neçə? 2. Deməli, şərt blokuna neçə dəfə müraciət edilməli olur? 2 dəfə müraciət edilməli oldu. Kəbirəsində bunu biz qeyd etməliydik, yəni açıq şəkildə. Sadəcə qeyd edilmir. Açıqlaması əslində verilməliydi, haqlısan. Ondan sonra keçirəm 53-cü suala. Bu sualı Müəllimə başa bildim düşürsünüz. o sualı. Hələ bu sualdan cavab çıxdı. Tamam. Deməli, keçək 51-ci suala. 51-ci sualda isə çox vaxt uşaqlar bilmədiyindən yox, sualı səhv başa düşdüyünə görə səhv yazır. İndi baxaq. Çünki tələbələr bu sualı belə başa düşür. 1 bölsün x plus 1. Amma bu belə deyil axı. Burada diqqətli olun uşaqlar. Bu faydasını belədir. x plus 1 mötərizədə olardı. Bu təkcə 1-i x-ə bölüb. Hə, Aysel, burada mötərizədə deyil deyə düz deyirsiniz. Ayrıcı olmalıdır. Deməli, 1 bölünsün x ayrı kəsirdir. Plus 1 bölünsün x minus 1 ayrı. Çünki mötərizə yoxdur. Ona görə bu ikisi bir-birindən ayrı. Deməli, məxrəc üçün də hansı şərtimiz var idi? Məxrəcin sıfırdan fərqli olması. Birinci kəsirin məxrəci nə vaxt sıfıra bərabər ola bilər? X sıfır olarsa. İkinci kəsirin məxrəci nə vaxt sıfıra bərabər olar? X 1 olarsa. Deməli, bu iki qiymətdən ümumi ifadənin mənası olmayacaq.
Yəni ona görə də sualımızın cavabı nə olacaq? A bəndi olacaq. Deyəcəm Namiyə, deyəcəm. Mənə yazmış nömrəsini qeyd edeyim. Deməli Namiyə, deyək ki, kvadrat tənliyin həll algoritmində əsas şərt bloku kimi nə götürülür? Bax yuxarıdakı misalda. Biz kvadrat tənliyin həllində əsas şərt kimi nəyi götürdük? Diskriminantın sıfırla müqayisələrini. Ona görə əsas şərt deyəndə diskriminantın sıfırla müqayisələri başa düşüləcək. Sonra 58-59-cu sualları qeyd eləmişsiniz. İndi onlara baxaq. 58-ci sual da qəşəng sualdır. Baxın, psevdokod keçmiş, deyə keçəməz. Bax, psevdokod budur. Yəni, hər mərhələni yalancı kodlarla təsvir edilir. Algoritm verilib, arqumentlər A-B-dir, nəticə Y-lə işarə edilir. Uşaqlar, sizin üçün rahat olsun deyə mən bir dənə də istəyirəm şəklini çəkin. Deyir, əgər A-B-dən böyükdürsə, onda nə demək? Yəni, hə, Y A-ya bərabərdir. Əksi halda isə, yəni bu da yox deməkdir. Y B-yə bərabərdir. Baxın, bu algoritmin nə iş gördüyünü tapmağın ən gözəl yolu yerinə ədəd qoymaqdır. Yəni, A ilə B-nin yerinə könlündən nə keçirsə, istədiyin ədədi qoya bilərsən. Müəllimə A hardan bildi ki, B-dən böyükdür? Sual verir, şərti belə verir. A, hə, aşağıda. Elə biləm yuxarını yazmısınız. Onun üçün. Yox. İndi A-nın B-nin yerinə qiymətlər qoyuruq. Məsələn, siz deyin, mən yazım. A-nın yerinə hansı qiyməti qoyun? 4, 4 yaş. B-nin yerinə hansı ədədi qoyun? 5. 5, Tamam. İndi yerinə qoyuram. Deyirəm ki, A 4-dür, B 5-dir. Sual verirəm ki, 4 5-dən böyükdürmü? Dedim, yox. Yox deyəndə Y nəyə bərabər olur? B-yə. Yəni, bu ifadənin nəticəsində mən nə aldım? 5. İndi başqa qiymətlər qoyaq, yoxlayaq. Məsələn, A-nın yerinə qoyuram 10, B-nin yerinə qoyuram 4 qiymətini. Ya da 4 olmasın, indi eyni olmasın. Bayaq qiymətlər. Məsələn, tamam 6 olsun. İndi 4 6 qoyacam. 16 qoyacam. Deməli, A-nın yerinə 10, B-nin yerinə 6 qoyuram. Sual verirəm ki, 16-dan böyükdürmü? Deyirsən, hə, bu zaman Y nəyə bərabər olur? A-ya, yəni 10. İndi fikir verin, hər iki cütlükdə nə baş verdi? Birinci cütlükdə də ən böyük ədəd tapıldı. İkinci ədədlər cütündə də ən böyük ədəd tapıldı. Deməli, bu algoritm gördüyü iş nədir? İki ədədin ən böyüyünün tapılması. Yəni, sualın cavabı. Buradan belə başa düşürəm ki, nə olacaq? A bəndi olacaq. Sonra keçək 59-cu sualımıza. O da çox maraqlı sualdır. 59-cu sualda deyil, X və Y-in yer dəyişmə algoritmi. Öncə gəlin şərti başa düşək ki, bizdən nə istəyir? Yer dəyişmə deyəndə uşaqlar nə başa düşünür? Məsələn, tutalım X-ə 3 qiyməti vermişsən, Y-ə 5 qiyməti vermişsən. Yer dəyişmə odur ki, X-in qiyməti dəyişsin 5 olsun, Y-in qiyməti dəyişsin 3 olsun. Yəni, bu qiymətləri öz aralarında yer dəyişsin. Bəs bunu necə eləmək olar? Bunun ən yaxşı yolu bu qiymətləri algoritmdə, variantlarda yerinə qoyub yoxlamaq. Məsələn, elə A bəndini yoxlayıram. Deyək C, Y-ə bərabər. Onsuz da yadınızda saxlayın ki, biz hesablamanı bərabərliyin sağında aparırıq. Yəni, sol tərəfdəki dəyişən sabit qalır, sağa baxır. C, Y-ə bərabərdir. Y neçədir? Yerinə qoydum 5. Ondan sonra deyir X, Y-ə bərabərdir. Y neçədir? 5. Sonra X deyir C-yə bərabərdir. C-ni neçə almışdıq? 5. Nəticədə buradan X-i 5 aldım. Amma Y-i ala biləcəyim bir düstur olmadığından Y-də 5 qaldı. Mən məqsədimə çatmadım. Mənim məqsədim X-i 5, Y-i 3 almalıydı. Deməli, bəndə mənim məqsədimə çatdırmır. Gəlirəm B bəndini yoxlamağa. Deyək ki, Y-dir. Y-ə neçə qiymət qoymuşdum? 5 yazıram yerinə. Deyək, Y X-ə bərabərdir. X neçədir? 3. X də deyir C-yə bərabərdir. Bəs C neçədir? C-ni 5 almışdım, qoydum yerinə. Və beləliklə mən X-i 5, Y-i isə 3 aldım. Bu dəfə məqsədimə çatdım. Məqsədim də elə buydu da. X-in qiyməti dəyişsin 5 olsun, Y-in qiyməti dəyişsin 3 olsun. Mən məqsədimə çatdığım üçün deməli, sualın cavabı B bəndir. Yəni, sizə daha da bir məntiqi üsulunu izah edim ki, bu niyə belə olur ümumiyyətlə? Uşaqlar, siz dediyiniz yerə gələndə izah edəcəm inşallah. Hal-hazırda bu 59 izah edeyim.
Deməli, 59-u başqa necə izah edə bilərəm sizə? İndi bunu göstərim. Tam bu qiymətlərini. Ümumiyyətlə, yer dəyişmə adi real həyatda da necə olur? Məsələn, adi bir sual verin. Məsələn, tutalım bir qabınızda su var, bir qabınızda süd var. Məsələn, sənə tapşırıq verirəm ki, suyu süd olan qaba tök, südü su olan qaba tök. Bunu necə eləyərsən? Yəni, praktikada sən bunu necə eləyə bilərsən? Əlavə bir dənə boş qab götürərəm. Düzdür, Ayşəva, düzdür. Əlavə bir dənə boş qab götürərik. Yəni, bizim bu misalda götürdüyümüz C dəyişəninin məqsədi budur. Yəni, dəyişməyə kömək edən qab götürürəm. Sonra nə edərəm? İndi burada su, süd yox, yerində x, y var. Bu da C-dir. Gətirərəm y-ı C-yə mənimsədərəm, qoydum bura. Deməli, y-də yer boşaltdım. Həmin x-ini inirəm, gətirirəm, qoyuram y-ə. Bu y-ə də C-yə tökmüşdüm axı elə bir südü. Bunu da gətirib qoyacam nəyə? X-ə. Və beləliklə də yenə doğru cavabı aldım. C bərabərdir y, y bərabərdir x, x də bərabərdir C. Yəni, sualımın cavabı nə olacaq? B bəndə olacaq. Ondan sonra keçək 60-a. 60 da bayaq izah elədiyim qaydadır. Çox sayda ədəddən söhbət gedir. Çox sayda ədəd üzərində aparılan əməliyyatlar nə olacaq? Dövri alqoritm olacaq. Sonra 63-cü sual. 63-cü sualda deyir ki, verilmiş alqoritm nəticəsində x plus y cəmini tapın. Başlayaq həll eləməyə. Dedik ki, onda hə mənasına gəlir. Hə mənasına gəlir. Əks halda yox mənasına gəlir. Birinci hissədə sual verir. Sual verirəm ki, x y-dən kiçikdir, yəni 295-dən kiçikdir mi? Dedim, yox. Yox deyirəm, sonra baxıram ikinci tərəfə və ikinci düsturu həll edirəm. Y bərabərdir x 200-dür. Üzərinə gəlsin y 195-dir. Üzü çıxılsın 1. Bu eləyəcək deməli 395 çıx 1, 394. Bəs biz nəyin 394 aldıq? Y-i. Çoxunuz da gedir cavaba birbaşa 394-ü yazırsınız. Sonra cavab kartına yoxlayanda görürsünüz səhv sıfır. Çünki səndən istədiyi Y deyil daxil. Sənin sualının şərtində nə verilmişdi? X plus Y-i tap demişdi. Ona görə də biz nəyi axtarmalıyıq? X plus Y. X-in qiyməti 200 olaraq qalıb, Y-in qiyməti isə 394 almışam. Bunların cəmdə neçə eləyəcək? 594. Ona görə sualımızın cavabı nə olacaq? B bəndi olacaq. Sonra 64-65 tipli sualları təzədən izah edirəm. Uşaqlar, bu tipli suallarda sizdən heç vaxt həll istəmir. Həmişə dövr, yəni təkrar sayı istəmir. Bu tipli suallara baxanda arqumentə baxmağına ehtiyac yoxdur. Və bu işarələrə də baxmağına ehtiyac yoxdur. Çünki bizə təkrar sayını tapmaqda kömək edəcək şeylər i və k-ların qiymətləridir, yəni dəyişənlər. Deməli, i-nin qiymətləri 1-dən 3-ə qədərdir. 1, 2, 3, yəni bunlar sayı lazımdır. K-nın qiymətləri isə 1-dən 4-ə qədərdir. 1, 2, 3, 4. Bunların sayı dövrü göstərir. i üçün say 3-dür, k üçün say 4-dür, dövr sayı. Mənə də ümumi təkrar sayı lazımdır. Ümumi təkrar sayını tapanda həmişə bunları bir-birinə vururuq. Bu dediyi neçə? 12. Və bu qaydada tapılır. Sonra 65-də də bu sadə versiyasıdır. 5-dən 2-yə qədər. Daha doğrusu 2-dən 5-ə qədər. 2, 3, 4, 5. Neçədən? 4 dənə. Hətta bunu saymağın daha rahat yolu nədir? Sondan çıx başlanğıcı, üzərinə də bir gəl daha sürətli tap. Mən belə də tapa bilərsiniz. Sonra 64-65 baxdım. Sonra 66 var. Bir də 68, 70. Deməli, 66-cı sualda. Yenə, hər bir üçün ayrı-ayrıqda təkrar sayını tapıram. Birinci üçün təkrar sayını tapıram. 2-dən 3-ə qədər 2 dənə qiymət alır. Sonra yol üçün təkrar sayını tapıram. Yol 3-dən 5-ə 3, 4, 5, 3 dənə qiymət alır. Sonra k üçün təkrar sayını tapıram. K 1-dən 2, 2 dənə qiymət alır. Bizə də bunların ümumi hasılı lazımdır. 2 vur 3 vur 2. Bu da nə eləyir? 12. Yəni A bəndi. Sonra
69, 68, 69. Aha, 68. Bu da xətti alqoritma aid misaldır. Alqoritm yerinə yetirməsinin nəticəsində. Deməli, uşaqlar, nəticəni, yəni y-i nə verib oyun? Çox vaxt tələbələrin bilmədiyi i hara qoymasıdır. Uşaqlar, bizim əlimizdə əsas 2 dənə y var. Birinci y, ikinci y. Nəticə deyirsə, deməli, bu ikinci, yəni sonuncu y nə verir? 12 verir. Bəs bu y necə alınır? X plus y düsturu əsasında alınır. Məndən də nə istəyir? Yerinə yetirilməsinə qədər, yəni x-in ilk qiymətini istəyir. İndi baxıram, burada 2 məhsul var deyə həll eləyə bilmirəm. Qalxıram bir addım əvvələ. X-in yerində hansı düstur dayanır? Y plus 2. Gətirəm, x-in yerinə həmin düsturu yazıram. Üzərinə gəlsin. Y bərabər 12. Artıq bir dəyişənini tənləyək. Buradan da 2y bərabərdir 10 eləyir. Y də nəyə bərabər eləyəcək? 5. Yaxşı, dedik 2 dənə y var. İkinci y 12 idi, birinci y də nə oldu artıq? 5 oldu. Yəni, birinci y də 5 aldım. Onda x çıxılsın 5-ə bərabərdir. X də nəyə bərabər olacaq? İlkin qiymət 6-ya bərabər olmuş olacaq. Sonra çap bölməsinə 69 yazmışsınız. Deyir ki, A 1-ə bərabərdir. B, A vurulsun 2-dir, yerinə qoyuram. 1-i 2-yə vursam neçə eləyəcək? 2. C, A plus B'dir. Yəni, A-nın qiyməti 1, B-nin qiyməti 2-dir. Cəmi neçə eləyəcək? 3 eləyəcək. C vurulsun A-dır. C-ni 3 almışdım, A-nı da 1. Hasillə neçə eləyir? C-yi yeni qiymət alıram deyə köhnə C-ni silirəm. A isə B vurulsun C-dir. B-nin qiyməti 2-dir, C-nin qiyməti 3-dür. Hasil neçə eləyir? 6. Yəni, A dəyişəndən yeni qiymət aldım deyə köhnəni silirəm. Nəticə etibarilə A-nın qiyməti 6, B-nin qiyməti 2, C-nin qiyməti də 3 oldu. İndi davam edir. Deyir, əgər A plus C B-dən kiçikdirsə, A plus C, yəni 6 plus 3 9 eləyir. 9 2-dən, yəni B-dən kiçikdirmi? Yox. Yox deyirəmsə ikinci tərəfə, yəni əks halda tərəfə baxıram. Bu zaman hansı düstur icra edilir? S bərabər də A plus B. Yəni 6 üzərinə gəlsin 2. Bu da neçə eləyəcək? 8-ə bərabər olmuş olacaq. Ondan sonra 70-ci sual. Deyir, alqoritm yerinə yetirilməsindən sonra x çıx y fərqini tap. Sual verirəm. Deyirəm, x y-dən böyükdürmü? 3 7-dən böyükdürmü? Deyirəm, yox. Yox deyirəm, sən hara baxıram? Əks halda tərəfə. Sonra təzədən sual istəyir. Deyir, x y-dən kiçikdirmi? 3 7-dən kiçikdirmi? Bu zaman hə deyirəm. Bu dəfə isə ikinci tərəfə silirəm. Və nəticədə x-i hesablayıram. Y kvadratı plus x düstur əsasında. Bu deyilir 49 plus 3 52. Mən nəyi 52 almışam? X-i 52 almışam. Y də 7 olaraq qalıb. Düzdürmü? Məndən də sualın şərtində x çıx y fərqini istəyir. X-in qiyməti 52-dir, Y-in qiyməti isə 7-dir. Fərqi nəyə bərabər olacaq? 45-ə bərabər olacaq. Yəni, beləcə tapacaqsınız uşaqlar. Oldu. Aydın olur. Ümumiyyətlə, izah elədikcə uşaqlar, yəni yazmadan o suallar aydın olurmu? Nəsə sualınız yaranırmı ümumiyyətlə? Aydındır. Aydındır, tamam. Əgər nəsə sualınız yaransa, çalışın sualınızı verin ki, sonra qalmasın. Oldu mu? Deməli, keçək 71-ə. Deyir, aşağıdakı alqoritm yerinə yetirildikdən sonra y dəyişəni hansı qiymət alacaq? Yəni, sual verir. Yəni, icra elə. Gör, sonda y nə alır? Sən də arca icra edirsən. X 16-dır, gətir yerinə qoyursan. 14, üzərinə gəlsin 16. Cəmilədir 30. X bərabər x plus y. X 16-dır, y isə 30. Cəmdə elədir 46. Deyirəm, köhnə qiymətini silirəm, çünki x-ə 46 aldım. Y də x plus 4-dür. X-ə 46 almışdım. Üzərinə də 4 gəlsən 50 eləyəcək. Onda da y-in köhnə qiymətini, yəni 30-u silir. Mənə də y-in son qiyməti lazımdır. O da neçədir? 50. Sonra 74-cü sual demişsiniz.
Deməli, 74-dədir. Aşağıdakı alqoritm yerinə yetirməsindən sonra y nəyə bərabər olar? 1 əldə edir. Y bərabər x plus 5, yəni 13 üzərinə gəlsin 5 eləyir 18. Sonra z bərabərdir x, yəni 13 üzərinə gəlsin y, yəni 18 bölsün. Çox tələbələr burada harda səhvliyə yol verir. Öncə 13 ilə 18 toplayıb sonra 3-ə bölür. Amma riyaziyyatda öncə vurma bölmə, sonra toplama çıxma edilir. Yəni sən öncə 18-i 3-ə bölüb sonra toplamalısan. Bu deyir 19. Yəni Mən, z mən 19. onu kəsir xətti kimi yazmışam. Ona görə birinci toplayıb sonra bölmüşəm. Ona görə bu mötərizədə deyil. Yaxşı, Mən də deyirəm, mən də deyirəm 31 3-ə bölünmür axı. Ona görə yaza bilməmişdim. İndi aydındır. Davam edeyim. yoxsa? Aydındır mənim. Yox, davam eləməyin, aydındır. Çox sağ olun. Buyur, sən də sağ ol. Siz başa düşdünsə problem yox. Sonra 77-ci sual. Deyir ki, alqoritm yerinə yetirməsindən sonra y 116. Yenə söhbət sonuncu y-dən gedir, yəni ikinci y-dən gedir. 116. Deməli, bu da hansı düstur əsasında alınır? X üzərinə gəlsin 2y düstur əsasında alınır. İndi qayıdıram bir mərhələ əvvələ. X-in düsturu nədir? Hansı ifadəyə bərabərdir? 3y çıx 45. Bunu gətirəm x-in yerinə qoyuram. Üzərinə gəlsin 2y bərabərdir 110. Buradan da 5y bərabərdir 155. Y də bərabərdir 31. Deməli, birinci y oldu 31. Qaldı mənə x-i tapmaq. X kvadrat plus 22 31-ə bərabər. O zaman x kvadrat nə olacaq? 9. X də nə olacaq? 3. Yəni x-in qiyməti neçə olar? 3 olar. Sonra 78-ci sual. Deyir ki, alqoritm yerinə yetirmək nəticəsində yenə nəticəni, yəni ikinci y-i verir. Y 25 qiyməti alır. Deməli, düsturu yazıram. X plus y ifadəsi 25-dir. Qayıdıram əvvəlki mərhələyə. X nəyə bərabərdir? Y çıx 7. Gətirib yerinə qoyuram. Üzərinə gəlsin. Y bərabərdir 25. Buradan da 2y bərabərdir 32. Y də bərabər olar nəyə? 16. Mən səhv y axtarmırdım. Özüm səhvlərim. Y 16. Y-in 16-da apardım yerinə qoydum. İndi x hesablamalıyam. X plus 12 bərabərdir 16. X də bərabərdir 4. Yəni x-in qiyməti neçə olacaq? 4-ə bərabər olacaq. Sonra 80-ə qədər başqa sual deyilsən qalmadı. İndi 80-dən sonraki suallara baxıram. Hələ ki, sadəcə 84-ü qeyd eləmişsiniz. 80-90 arası başqa sualınız olsa qeyd edərsiniz. 84. Deyil, məsələni həll etmək üçün hansı alqoritmdən istifadə edilir? Söhbət budaqlanan alqoritmdir. Bayaq da, hətta biz bunun üçün şərt blokuna müraciət sayını falan tapırıq. Necə şərtlər gördüksə, nə var orada? Budaqlanan alqoritm. Sonra 90-a qədər deyirsən, sual yoxdur. Heç kim sual qeyd eləmədi. Sonra baxaq 100-ə qədər. Görün 90-dan 100-ə sualımız var. Qeyd eləmişsiniz, mən görməmişim hesabı. 87, 89. 87-ci sual. Deyək ki, x6 olduqda alqoritm icrasından sonra y-in qiyməti neçə olar? Bu tip alqoritmlərdə öncə şərtləri yoxlayırıq. Hansı şərt ödəndiyini. Məsələn, birinci şərti yoxlayıram. 6 5-dən kiçik bərabərdir. Burada ikinci şərti yoxlayıram. 6 5-dən böyük 7-dən kiçikdir bəli. Üçüncü şərtdə yenə ödənmir. Hansı şərt ödənirsə, onun solundakı düstur icra edilir. Yəni y bərabərdir x kvadrat. 36 plus 6 plus 1. Yəni x-in qiymətini yerinə qoyulur. Bu deyəcək 43. Sonra 87. 89-u başa düşdüm mən, izah eləməyin. Tamam. 88. Deyir ki, x 2 olduqda hansı qiymət alar? Yoxlayıram. Deməli, Leyla, x 3-dən böyükdürmü? 2 3-dən böyükdürmü? Yox. Yaxşı, bəs 2 3-dən kiçikdirmi? Hə. Hansı şərt ödəndi? İkinci şərt. Ona uyğun düsturu həll edilir. X kvadrat plus 9. Yəni 2 dəfə 2 4, üstünə də 9 gəlsə
13 edir. Yəni yebəndi. Sonra 90'a qədər başqa sual yoxdursa, bizə 90'dan sonraki suallarımıza baxmaq. Deməli, 97 var, 98 var. 97-ci sual. Alqoritm yerinə yetirməsinin nəticəsində, yəni ikinci y verir. Y 20 qiymət alıb. Yəni x çıxılsın y 20-yə bərabər olur. Qayıdıram əvvəlki mərhələyə. X-in yerinə 30 çıx, y-i qoyuram. Çıxılsın y bərabərdir 20. Buradan da y bərabər olacaq nəyə? 5-ə. İndi bunu aparım birinci y-in yerinə qoyuram. X plus 3 5'e bərabərdirsə, x nəyə bərabər olar? 2'ye. Yəni A bəndi. Sonra keçək 98'ə. Alqoritm yerinə yetirməsinin nəticəsində, yəni yenə 2 dənə y-dən söhbət gedir, sondakı y 15 verir. Yəni x plus y, buyur Nərgiz. Bir dənə söz soruşmaq istəyirdim. Mən testdə işləyə bilməmişəm, vaxt olmayıb. Burada alqoritmin yerinə yetirilməsi nəticəsində deyəndə də, bir də yerinə yetirilməsindən sonra deyəndə də ikinci y-i nəzərdə tutur da. Bəli, bəli. Bəs nə vaxt birinci y-i nəzərdə tutur? Ümumiyyətlə, birinci y-i nəzərdə tutduğu sual olmur, çünki hələ y-dən qabaq x verilməlidir. Məsələn, x-i verir, y-i son qiymətini soruşur. Deyir, x-in alqoritm icra edilməsinə qədər x bu qiyməti alıb, bu zaman x-in yerinə qoyub, bu mərhələləri ardıcıl icra edib, sondakı y 2-ni tapırsınız. Bildim, çox sağ olun. Testləri işləyə bilməmişəm, dərsə də baxmamışdım, ona görə indi baxıram. Hə, Nərgiz. Sağ ol. İnşallah ki, bax, çox geri qalmır. Biz onsuz da siz intensivsiz deyə sürətli gedirik. Yəni, siz hansısa mövzuda geri qalanda yüz çatdıra bilməyəcəksiniz. Tamam. Sağ Çünki ol. mən istəyirəm ki, yanvarın ortasında siz də digər uşaqlar kimi təkrara başlayasınız da, yəni sizə də təkrar olsun, gec başlasınız da. Ona görə siz çalışın, çatasınız, yetişəsiniz. Onsuz da həftə sonunda yəqin ki, çatdıracaqsınız. Hə, elə bu həftə sonu çatdıracağam. Tamam. Nəsə Sağ problem ol. yoxdur deyərsiniz. Sağ ol. Yaxşı. Tamam. X plus y 15'ə bərabərdir. Qayıdıram əvvəlki mərhələyə. Deməli, x-in yerinə nə qoyacaq? Y plus 9 plus y bərabərdir 15. O zaman 2y bərabərdir 15-dən 9 çıxsa 6 eləyəcək. Y-dən nə olur? 3. Yəni, birinci y-də oldu 3. Deməli, x minus 5 3-ə bərabərdirsə, x nəyə bərabər olacaq? 8. Sonra 100'ə qədər belə baxıram ki, başqa sual qalmadı. Yoxsa qalıbsa, siz yazmamışsınızsa yazın. 100'ə qədər, 100 daxil olmaqla sualınız qalıb. 99. Deməli, deyir, algoritmik dildə yazılmalıdır. Neyse, algoritmik dildə düzgün yazılması üçün nə etməliyik? Operatorları vurmadır, bölmədir, mötərizədir, hamısını düzgün istifadə etməliyik. Deməli, 2 dənə sürət ayrıdır, məxrəc ayrıdır. Deməli, bunlar mötərizədə olmalıdır mütləq. Yəni, ona görə A, C, Y, hətta bir də ələli. Sonra vurma işarəsi mütləq ulduzla göstərilməlidir. Bölmə də isə bölmə işarəsidir. O da uyğun variant. Nədir? D bəndidir. Sonra 100. Deməli, bizim ədəd oxu qaydamız var idi. Sıfır məntiqi şərt blokların sayını tapmaq üçün. Bizə verilən şərtləri, yəni söhbət sağdan gedir. Şərtlərə ədəd oxu üzərində qeyd edilir. X böyükdür D plus C. Yəni söhbət D plus C nöqtəsindən gedir. X-in D plus C-dən böyük olması, ondan müsbət sonsuzluq olması deməkdir. X-in D plus C-dən kiçik olması mənfi sonsuzluq deməkdir. Amma görürsünüz, bu şərtlər arasında X-in D plus C-yə bərabər olma şərti yoxdur. Yəni, D plus C nöqtəsinin özü qeyd edilmir. Əgər ədəd oxu üzərində bütün nöqtələr qeyd edilməzsə, onda şərt blokuna müraciət sayı elə buradakı şərtlərin öz sayına, yəni 2-nin özünə bərabər olardı. Əgər ədəd oxu tam qeyd edilsə, şərtlərin sayından 1 çıxılır. Yəni, bu qaydanı heç vaxt unutmayın. Məsələn, 101-dədir. Yenə eyni qayda ilə həll edirik. Buna şərtləri yoxlayıram. Yəni, ədəd oxu üzərində qeyd edirəm. A deyir, 1-ə bərabərdir. 1-i al. A 1-dən böldü, yəni 1-dən müsbət sonsuzluğa da, 1-dən kiçikdir, mənfi sonsuzluğa. Ədəd oxu tam Onda 1 çıxılacaq, 2 olacaq da, hə? Bəli, 3 dənə şərt var, 1 çıxdı, qaldı 2 dənə. Düzdür.
Sonra 110'a qədər başqa 104-cü sual. Deyir ki, aşağıdakı proqram yerinə yetirdikdən sonra max dəyişəni, yəni sırf dəyişən olaraq verilir. Max dəyişəni nəyə bərabər olar? If əgər deməkdir. Then onda else əks halda. Əks halda. Deyir, əgər A B-dən böyüksə, yəni 5 7-dən böyüksə, 5 7-dən böyükmü yox? Onda baxıram ikinci tərəfə. O zaman max nəyə bərabərdir? B-yə, yəni 7-yə bərabər olur. Bu qədər. Sonra 110 110'a kadar başka sualımız var mı? Kesin 110, 111 var falan. Yani 110, 111. Deyir ki, algoritmin yerinə yetirməsi nəticəsində K dəyişəni hansı qiymət alır? Evet, algoritm həll edəndə bir baxın görün növü nədir? Bu bilirəm ki, dövrüdür. Hardan bilirəm? Geriyə qayıdan ox var. Bəs dövrün hansı dövrüdür? Ön şərtidir. Çünki birinci şərt bloku, sonra dövrü gövdəsi gəlir. İndi baxaq həllinə. Deyir ki, bir şərtləri yoxlayalım. Deyir ki, A, yəni K'nın yerinə neçə qoyacam? 1. Deyir 1, 4-dən böyük bərabərdirmi? Deyirəm ki, yox. O zaman proses bloklarındakı düsturlar hesablanmalıdır. Deməli, A'nın yerinə 1 qoydum. 1 plus 1 neçə eləyir? 2. Artıq siz bir kəmiyyəti yeni qiymət alanda köhnə qiyməti silirsiniz. K da K vurulsun adı. K'nın qiyməti 5'də A'nı isə almışam 2. 5'i 2'ye vursam 10 eləyir. K'nın da köhnə qiymətini qoydum. Buradan çıxan ox məni təzədən əvvəl aparır. Deməli, yenidən şərt blokuna sual verməliyəm. Bu dəfə A'nın yerinə 2 qoyur sual verirəm. Çünki A'nın son qiyməti 2'dir. 2 4'dən böyük bərabərdir. Yenə yox dedim. Deməli, yenidən düsturları təkrar icra etməliyim. A'nın qiyməti ən son 2 idi. 2 üstünə də 1 gəlsəm neçə eləyəcək? 3. A'nın yeni qiyməti 3'dür. K'nın qiyməti də K vurulsun adı. K 10 idi. A'nın yeni qiyməti 3'dür. Hasil eləyəcək 30. Sonra qayıdıram təzədən sual verirəm. Bu dəfə A'nın qiyməti 3'dür. 3 4'dən böyük bərabərdir. Dedim yox. Yenidən həll edirəm. 3 plus 1 elədi 4. 30'da 4'e vursam eləyəcək 120. Yeni gəldim əvvələ 4 4'dən böyük ya da bərabərdir. Bərabər deyə hə deyirəm və görürsünüz hər tərəfdən hansı proses bloku yoxdur deyə algoritm sonlanır. Deyir, icrası nəticəsində K nə alır? K gördüyünüz kimi 120'yə bərabər olub uşaqlar. Sonra 110'a qədər keçəcək 111-ci sual vermişdim. 111 ilə qəbulda da istifadə edilən qəbul sualıdır əvvəlkilərdə. Leyla, sən tam olaraq harasını başa düşmədin, mən onu izah edeyim. İstəyirsən səsini aç elə danış, daha rahat olsun. Orada qiymət uyğun olmadıqda, yəni necə yerinə qoyub həll elədik, o çatmadı mənə. Bax Leyla, hər şey bu suallar və hə yox sözünə görə hərəkət edilir. Məsələn, A'nın ilk qiyməti 1 idi. Bax, 1 ilə bir şərt blokunda yerinə qoydum. Sual verdim ki, 1 4'dən böyük bərabərdirmi? Mən sadəcə sual verirəm. Sən də indi cavab ver. 1 4'dən böyük bərabərdirmi? Ha, yox. Aysa. Leyla, yox deyəndə sən məcbursan yox tərəfdəki əməliyyatları icra etməyə də. Yəni, bir əməliyyatı icra etmədən çünki növbəti mərhələyə Başa düşdüm. Bəli. Hər dəfə elə bir yox dedikcə hər yoxluğunda mütləq həll edəcəksən. Amma hər tərəfə gəlib çatanda, çünki 4 alanda hə deməli olursan da, hər tərəfdə görsən əməliyyat yoxdur, onda dayanmalı olduğunu başa düşürsən. Aha. İndi önümüzdə Aydın. bir iki dənə sual işlədikcə sənin beyninə daha rahat oturacaq məncə. Yəni sualın yaransa sualını verərsən. Oldu. Evet. Deməli 111 ümumiyyətlə hansı növ alqoritmdir? Budaqlanandır. Çünki geriyə qayıdan ox yoxdur və şərt blokları var. Deməli budaqlanandır. Baş şərt blokları uşaqlar bu rombdur. Romb sadəcə sual vermək üçün var. Başqa işi yoxdur. Sualda sən yönləndir. Deməli A'nın qiymətini bizə 2, B'nin qiymətini 3, C'nin qiymətini 6 verir. Başlayaq icraya. Deyir A, B -1'ə bərabərdirmi? Yəni bax şərt bloku romb sual verir. 2 B-1, yəni 3-1'ə bərabər. Yəni şərt ödəndiyi üçün hə deyirsən. Yəni bu dəfə yoxa baxmırsan. Sonra gəlirsən B-yə.
B üçün sual verirsən. B C minus 4-dən kiçikdir. B 3-dür. 6 minus 4-də 2-dir. 3 2-dən kiçikdir mi? Bu dəfə sualın cavabı yoxdur. Ona görə həlini silir. Yox tərəfdə düsturlar verilir. Biz də düstur görəndə həll eləməliyik. Proses blokun içində olan. Deməli, C bərabərdir A. Bax, bu işarə uşaqlar qüvvət işarəsi. Qüvvətin yüksəltmə işarəsi. A qüvvət B, yəni A neçədir? 2, qüvvətində B, yəni 3. 2-nin 3 dəfə öz-özünə vurulması nəticəsində 8 alınır. Yəni C-nin yeni qiyməti nədir artıq? 8-dir. F isə B plus C-yə bərabərdir. B özü 3-dür, C isə 8-dir. Cəmlə neçə eləyəcək? 10. Bizdən belə nəyi soruşur? F-i soruşur. Deməli, icra nəticəsində F nəyə bərabər oldu? 11-ə bərabər oldu. Sonra keçək 114-cü suala. Müəllimə üzr istəyirəm. O bir dənə yuxarıda bir dənə deyə bilərsiniz. O işarə üstü demək idi. Bəli, Mən bax bu itirdim işarə onu. qüvvətə yüksəltmədir. Hə, çox sağ olun. Qüvvət işarəsi. Bəli, siz də sağ olun. Bəli. Sonra 113, 114. Müəllimə imtahanda da onu qeyd kimi verirlər. Birdən unutsaq. Unudarsan ki, Yox da, yəni deyirəm verilir yəni imtahanda, yoxsa verilmir? verilməmə ehtimalı var. Səbinə. Çünki bu riyaziyyatda istifadə edilən işarədir. Biz gələcəkdə Excel funksiyaları istifadə edəndə orada operator kimi də olacaq. Orada heç sənə Exceldə məsələn açıqlama vermirlər. Bildim müəllimə, bəzən mən Ona çox görə diqqət eləmirəm ona görə. Tamam Səbinə. O işarəni yadda saxla. Ümumiyyətlə operatorlar, yəni hesablamalarda istifadə edilən operatorlar yadda saxlanmalıdır mütləq. Müəllim, mən bayaqki məsələdə o 2, 3, 6 dediyi var. O biz nədəsə elə bil birinci ədədi başlanğıc, ortadakını nədənsə bir artmaq, axırıncı da son hədd kimi götürür deyə elə başa düşdüm. Ha, sən siz modifikasiya dövrü alqoritmi kimi başa düşmüsünüz. Hə, O elə bu başa sizin düşdüm. içində Mən də verir. götürüb bir dəfə 2 qoymuşam, bir dəfə də 5 qoymuşam onun yerinə. Hə, başa düşdüm. O modifikasiya olanda olur da bu. Özü modifikasiyada hər yox sözü olmur. Yəni ona görə də bununla onun əlaqəsi yox. Hə, onda paralelogramın yerinə bu 6 bucaqlı olsaydı, onda elə eləyəcəkdik, hə? Hə, plus orada i bərabərdir yazırlar. Hə, başa düşdüm. Çox Parametr. Bir dənə uşaqlar üzrü sayın götürəcəm. Bir dəqiqə gözləyin. Uşaqlar, 113 ümumiyyətlə bu blok sxem 2 ədədin ən böyük qiymətinin, ən böyük ortaq bölənini, yəni əbobunu tapmaq üçün istifadə edilən bir alqoritmdir. Yəni əslində bu 2 ədədin əbobunu tapsanız, cavab çıxır. Əbob da necə tapılır? Yəni sadə bölənləri ayırırıq, ortaq bölənləri tapırıq və onları bir-birinə vuranda ən böyük ortaq bölən çıxır. Sadəcə siz imtahanda bunu xatırlama ehtimalınız azdır deyə mən bunun həllini də verəcəm. Deməli, x bərabərdir 55, y bərabərdir 75. X deyir y-dən fərqlidir. Fərqlidirmi? Yəni bərabər deyil mənasındadır. Deyirik hə. Deyir x y-dən böyükdür. Yəni 55 75-dən böyükdürmü? Deyirəm ki, yox. Bu zaman deməli bu tərəfdəki, yəni sağ tərəfdəki əməliyyatı icra etməliyəm. Deməli əməliyyat da nədir? Y çıx x. Yəni 75 çıxılsın 55. Bu nə olur? 20. Mən nəyi 20 almışam? Y-i aparır, tez düzəldirəm yuxarıda. Sonra gəlirəm, görürsünüz, bu dövrə alqoritmi məni təzədən əvvəl aparır, təzədən sual verirəm.
Deyirəm 55 20-dən fərqlidirmi? Deyirəm ki, tutalım, hə. Yəni tutalım deyəndə sualın cavabı hədir. Deməli, deyirəm ki, 55 20-dən böyükdürmü? Yenə hə. Yenidən icra edirəm. X çıx Y. 55-dən 20 çıxanda neçə eləyir? 35. Deməli, X-in qiyməti də oldu 35. Sonra qayıdıb təzədən sual verirəm ki, X Y-dən fərqlidirmi? Dedi hə. X Y-dən böyükdürmü? Yəni 35 20-dən böyükdürmü? Deməli, yenə hə. 35-dən təzədən 20-ni çıxıram 15. X-in yeni qiyməti olur 15. X Y-dən fərqlidirmi? Yəni 15 20-dən fərqlidirmi? Dedim hə. 15 20-dən böyükdürmü? Yox. Gəldim təzədən həll edirəm. Y çıx X-də bu dəfə. 20-dən 15 çıxdım. Aldım Y-də 5. Qayıdıram əvvələ. 15 5-dən fərqlidirmi? Dedim hə. 15 5-dən böyükdürmü? Dedim hə. 15-dən 5 çıxdım. X aldım 10. Təzədən qayıdıram. 15-dən fərqlidirmi? Hə. 15-dən böyükdürmü? Yenə hə. 10-dan 5-ə çıxdım. Qaldı 10x5. Gəlirəm əvvələ. 5 5-dən fərqlidirmi? Deyirəm yox. Yox deyirəm. Alqoritm sonlandı. Və nəticə nəyə bərabərdir? 5-ə. Yəni bu ədədlərin ən böyük ortaq bölənlə əbobuna bərabərdir. Ondan sonra keçək 114-ə. Deyir, S dəyişənin qiymətini hesablayın. Deməli, S1-dir, I2-dir. Sual verir ki, I 5-dən kiçik bərabərdirmi? Deyirsən, hə. Deməli, həll edirsən. S bərabər S vurulsun I. S neçədir uşaqlar? 1. I neçədir 2. Hasil da indi birbaşa yazıram. 1 2-yə vuranda olur 2. I də bərabər D plus 1. I 2 idi. Üstünə də 1 gəlsən neçə eləyir? 3. I-nin qiyməti də 3-dür. Gəldim əvvələ. I-nin qiyməti 3-dür. 3 5-dən kiçik bərabərdir. Dedim hə. S bərabər S vurulsun I-dir düsturumuz. S-in qiyməti 2, I-nin qiyməti 3-dür. 2 dəfə 3 6 edir. S-in yeni qiyməti oldu 6. I də bərabərdir. I plus 1, 3 plus 1 elədi 4. 4 5-dən kiçik bərabərdir. Hə. S bərabər S vurulsun I. 6 dəfə 4 oldu 24. 4 plus 1 də oldu 5. 5 5-dən kiçik ya da bərabərdir. Dedim hə. 24-ü 5-ə vursam eləyir 120. 5 plus 1 edir 6. 6 5-dən kiçik bərabərdirmi? Deyirəm yox. Bu zaman S hesablayıram. S bərabər S plus 5. S 120-dir. Nə də 5 gəlsəm 125 eləyir. Deməli, S-in qiyməti A bəndi 125 olur. Sonra 113, 114, 116. Deyir ki, alqoritm dövrün gövdəsi neçə dəfə icra edilir? Ümumiyyətlə, dövrün gövdəsi aradır. Yəni, bu hansı düstur təkrar icra edilirsə, ora dövrün gövdəsidir. Məsələn, x bərabər 15. Deməli, 15-dən 5 çıxdım, elədi 10. Deməli, gəldim. 15-dən kiçikdim, dedim yox. Təzədən bu düsturu bir də icra edirəm. Ondan 5 çıxdım, nə oldu? 5. Cavab verirəm ki, 5 5-dən kiçikdim, yenə dedim yox. Deməli, 5-dən 5 çıxıram, alıram 0. 0 5-dən kiçikdir mi? Təkrarlanan düstur hansı oldu? Baxın bu düstur. 3 dəfə icra elədim. Elə dövrün gövdəsi də həmin bu düstur. Deyir, dövrün gövdəsi, yəni bu düstur neçə dəfə icra edilir? Neçə dəfə icra elədim? 3 dəfə icra etmiş oldum uşaqlar. Yəni beləcə. Ondan sonra 116 da getdi. 120-yə qədər başqa sualınız yoxdursa, keçək 120-dən sonraya. Deməli, 121 var, 122 var. Müəllimə, məndə 118 qaldı. Zəhmət olmasa baxarmısınız? Baxarım. Orada görmədin mi nömrəsini? Hə, əvvəl yazmışam, ona görə yuxarıda qalıb. Tamam. Baxaq. Deməli, 118 deyir ki, A 3-dür, C də 3-dür. A mənfi 3-dür, C də 3-dür. Həll edin. Deməli, A bərabər da plus 1, mənfi 3-ün üstünə 1 gələndə mənfi 2 eləyir. C də bərabər C plus 1, 3-ün üstünə də 1 gələndə 4 eləyir. Deməli, A 0-dan böyükdürmü? Yəni, A mənfi 2 oldu. Mənfi 2 0-dan böyükdürmü? Dedim, yox, təzədən həll edirəm. A plus 1, yəni mənfi 2-ün üstünə 1 gələndə eləyir mənfi 1. C plus 1 də eləyir 5. Düzdürmü? İndi A 0-dan böyükdürmü? Yəni mənfi 1. Dedim, yox. Mənfi 1-in üstünə deməli 1 gəldim 0 eləyir. 5-in üstünə də 1 gəldim. Deməli 6 eləyir. Deməli 0 0-dan böyükdürmü? Yenə yox dedim. 0-in üstünə 1 gəldim. 1 oldu. 6-nın üstünə də 1 gəldim. 7 oldu. İndi sual verirəm ki, 1 0-dan böyükdürmü? Dedi, hə. İndi C üçün sual verirəm. C 7-dir. 7 0-dan kiçikdirmi? Dedim, yox.
Nəticədə A-nı nə aldım? 1, C-ni nə aldım? 7. Sən də A-C-nin qiymətini istəyirdi. O da olur 1, 7. Sonra 120-ci sual. Müəllimə orada 7 yazdı Z. Hə, 6 Orada plus 0 7-dən böyük deyil axı. 0-ı 7 ilə müqayisə etmirik ki, A ilə müqayisə edirik. Yəni 0-dan müqayisə elədim ki, 0 0-dan Bəs böyükdürmü? aşağıda var C kiçikdir 0. Hə. 7 0-dan kiçikdir. 7 0-dan kiçikdirmi? Yox. Yox deyəndə qurtarır da bax. Hə bildim mən indi çatdı. Tamam. Yox, çıxışa getdi. Yəni başqa bir blok olmadığına görə dayanırsan. Sonra 120-ci sual. Deməli 120-də deyir ki, A dəyişəni hansı qiyməti alır? A bərabər də plus 3, yəni 2 plus 3 5 elədi. 5 ondan kiçikdirmi? Dedim hə. 5 plus 3 8 elədi. 8 ondan kiçikdirmi? Dedim hə. 8 plus 3 11 elədi. 11 ondan kiçikdirmi? Dedim yox. Sən də A-nın qiymətini istəyir, elə 11 olacaq. Sonra 121-ci suala baxaq. Bu da qəbul sualıdır. 121-ci sual keçən il qəbula yox. Baxın görün, bu neçədə 2000. Hə, keçən il qəbula düşmüşdü. İşarəsinə görə daxili götürmüşdüm A-nın B-yə, amma elə bil ki C götürmüşdüm, D çıxdı. C-dir cavab. Düzəldin C eləyin. Elə Hə. 121-ci sualına görə sizdəki cavab kartında cavabı dedisə, onu düzəldin C bənd eləyin. Cavab C-dir. hə, tamam, onda düzdür. Müəllimə mən də ümumiyyətlə yazmamışam ha onu. Hə, izah eləyəcəm onsuz da. İzahlıq sualdır yəni. Sadəcə cavabını demək istədim. Deməli, bu tipli suallar səndən aktual sualdır. Keçən ildə qəbula düşmüşdü, bu ildə bu tipdə sual düşmüşdü. Yəni, bizə hər hansı prosesi icra edən alqoritmin qurulmuş veri sadəcə onun müəyyən bir hissəsini tamamlamağımızı istəyir. Deyək ki, A və B tam ədədlər üçün AB aralığında, yəni AB parçasındakı tam ədədləri çap edən alqoritmdir. Yəni, ümumiyyətlə, ədəd oxunun ixtiyarı ki, AB tam ədədi götürürsən. Məsələn, bax, mən götürürəm A-nı 5, B-ni tutalım 8. 5, 8 parçasına daxil olan ədədləri çap etmək o demək. Yəni, 5-i, 6-nı, 7-ni, 8-i çap edəcək alqoritmdir. Hətta sənə nümunə də verib. Yəni, bu nümunəni verməmə haqqı da var. Deməli, indi biz bizə verilən nümunə ilə gedək, amma heç bir fərqi yoxdur yerində deyirəm. Sadəcə sualın şərtini düzgün başa düşmək lazımdır ki, nə demək istəyir. Deyək, məsələn, A2, B 5 götürülərsə, 2-dən 5-ə qədər B-ni isə, nə deyirdim? Deməli, A-nı 2, B-ni 5 verərsə, 2-dən 5-ə qədər, yəni 2-ni, 3-ü, 4-ü, 5-i çap edəcək alqoritm qurmalıyıq. Yəni 2, 3, 4, 5. Çap bloku da uşaqlar, baxın bu blokdur, keçən dərs öyrəndiyimiz. İndi gəlin həllinə başlayaq. Burada həll yolu nədir? Variantlarla işləməkdir. İndi variantlarla işləyəcəyik. Birinci bəndini yoxlayıram. Deməli, şərt sualın yerinə bəndini, A fərqli bir şərtini qoyub həllə başlayıram. A-nı 2 götürürük, B-ni 5. Deməli, deyirəm 2 5-dən fərqlidir, deyir, hə. Hər tərəfdə A-nın 2 qiymət çap edilir və alqoritm sonlanır. Mən mənim məqsədimə çatmadım. Mənim məqsədim 2-ni, 3-ü, 4-ü, 5-i çap etməkdir. Amma bu şərt sadəcə 2-ni çap etdi. Ona görə A bəndi deməli səhv. Keçən B bəndini yoxlamağa. A kiçikdir B şərtini. Deməli 2 5-dən kiçikdirmi? Dedim hə. Yenə 2 çap edildi və alqoritm sonlandı. Yenə məqsədimə çatmadım. Sonra keçirəm C bəndini. Yəni A böyük bərabərdir B şərtini yoxlayıram. Yeni yerinə qoyuram. 2 5-dən böyük ya da bərabərdirmi? Dedim, yox. O zaman A-nın 2 qiyməti çap edilir və keçilir proses blokuna. A plus 1, yəni 2 plus 1 eləyir 3. Təzədən yerinə qoyuram. 3 5-dən böyük bərabərdirmi? Deyirəm ki, yox. O zaman A-nın ən son alınan qiyməti 3 idi. 3 çap edilir və növbəti adında 3 üstə 1 gəlinir, 4 alır.
Təzədən 4 üçün sual verirəm ki, 4 5-dən böyük bərabərdir. Yenə dedim yox. Deməli, A-nın 4 qiyməti çap edilir və 4 plus 1 5 eləyir. Təzədən sual verirəm ki, 5 5-dən ya böyük ya da bərabərdir. Deyirəm hə. Hər tərəfdə də çap bloku var. Orada da A-nın 5 qiyməti çap edilir. Bu qaydada. Və sonda gəlirik sona çıxırıq. Və məqsədimizə də çatmış oluruq. Məqsədimiz 2-ni, 3-ü, 4-ü və 5-i çap etməkdir və biz C bəndindəki şərt əsasında 2-ni də, 3-ü də, 4-ü də, 5-i də çap etmiş oluruq. Bənnamıya düşmə ehtimalları olan suallardır. Ondan sonra keçək 130-a qədər sualımız var. 120-130 arası. 124, 122, 125. Deməli 122-dən. Deyək ki, x-i tapın. X 4-dür, y 3-dür. Sual verirsən ki, x y-dən kiçikdirmi? Yəni 4 3-dən kiçikdirmi? Deyəcəm, məsələn, hə. Bu zaman hesablayıram. X kvadratı çıxılsın y. X kvadratı eləyir 4 dəfə 4, 16, 16-dan da 3-ü çıxanda eləyəcək, deməli, 13. İndi baxıram, x-in qiymətini istəyirdi, x nəyə bərabər oldu? 13. Sonra 120 neçəni demişsiniz? 124 və də 25. 124-də blok sxemində hansı funksiya hesablaması təsvir edilir? Deməli, x böyük bərabərdir deyir. Əgər şərt ödənərsə y x çıx 1-ə bərabərdir. Ödənməzsə, yəni yox desək 1 çıx x-ə bərabərdir. Burada x çıx 1-dən 1 çıx x-in fərqi sadəcə işarəsinə görədir. Yəni y bir dəfə elə bil müsbət qiymət alıb, bir dəfə də işarənin mənfi qiymət alıb. Bu da hansı funksiyada olurdu? Modul funksiyada olurdu. Yəni A, D, C-ni çıxdım. Yəni cavab ya B-dir, ya da Y-dir. Birinci B bəndini yoxlayıram. Y bərabərdir modulda x çıx 1. Modul funksiyanın həlli necə idi? Deyirdi ki, əgər arqument, yəni x çıxılsın 1, böyükdürsə 0-dan, onda y elə x çıx 1-in özünə bərabər olur. Yəni hansı ki, hər tərəfə. Əgər bu şərt ödənməzsə, yəni x1 çıx 1 0-dan kiçik olarsa, bu zaman y əks işarə ilə açılır. X çıx 1-in əksi də 1 çıx x-dir. Və şərtimiz də x böyük bərabərdir 1-dir. Çünki 1-i sağ tərəfə keçirəndə x böyük bərabərdir 1 şərti alınır. Deməli, söhbət elə bir bəndindən gedilmiş. X 1-dən böyük bərabər olarsa funksiya olduğu kimi, əks halda isə əks işarə ilə açılır. Deməli, söhbət bir bəndindən gedir. Ondan sonra 125-ci sual. Deyək ki, A 10, B 12-dir. A bərabərdir B minus A. 12 çıxılsın 10, elədi 2. A-nın yeni qiyməti 2-dir. B bərabərdir B plus A. B 12-dir. Üstünə də 2 gəlsəm eləyir 14. B isə bərabərdir A plus B-dir. Yəni 2 ilə 14 topladım, elədi 16. Sual verirəm ki, 16 25-dən kiçikdirmi? Dedim, hə. Yenidən deməli, əvvələ qayıtmalıyam. Deməli, təzədən icra edirəm. A bərabərdir 1 çıx A. 14 çıxılsın. Deməli, 2 eləyir 12. Deməli, A-nın yeni qiyməti oldu 12. B də bərabərdir B plus A. Deməli, B 14-də, A da 12-dir. Cəmi eləyəcək 26. S də bərabərdir A plus B-dir. A neçə oldu? 12, B 26. Cəmi də neçə eləyir? Deməli, 38. Təzədən sual verirəm ki, S 25-dən kiçikdirmi? Yəni, 38 25-dən kiçikdirmi? Yox. Və S-in son qiyməti nə oldu? Elə 38-nin özü olacaq. Yəni, sualımızın cavabı B bəndidir. Müəllimə bir şey soruşa bilərəm. Buyur Firuzə. Bu 121-də cavab məsələn üçün deyirəm də, A böyük bərabərdir B, yox A böyükdür B olsaydı, yəni 2 qat bərabərlik olmasaydı, onda necə dəyişiklik olacaqdı 121-də? Hansı sxem nəfər verilsəydi cavab D alınardı demək istəyirsən, düzdür? Məsələn, başa düşdüm orada A böyükdür B ilə götürməliyik, amma Əgər hər tərəfdə çap bloku olmasaydı, ancaq çap bloku yox tərəfdə olsaydı cavab D olardı. Çünki məsələn sən tutalım A-nı
Aldım 5. 5 böyük bərabərdir 5 deyəndə hə desən, 5-i çap etməyəcəkdin. Ən son 4-ü çap etmiş olacaqdın. Ona görə də ciddi böyük şərtini qoymalıydın deməli. Hə, çox sağ ol. Sən də sağ ol. Yəni sualın bloklar dəyişdikcə cavablar da dəyişəcək avtomatik. Sonra baxaq görək başqa nə sual var. Bizimkidə cavab B çıxıb bildiniz, nədir? Ha, bizdə x kiçikdir y-dən. Mən hə demişəm də yox olmalıydı. 4-dən kiçik deyil. İkinci tərəf əldə eləməliydik. Mən diqqətsizlik eləmişəm. O qədər çətin sual yaz, gəl asanlıq səhələ. Deməli uşaqlar, 130-a qədər bütün şu aləm qarışdı bir-birinə. 130-a qədər başqa sual qaldı mı? Yəni mən görmədiyim sual varmı? Yoxdur deyəsən. 130-dan sonraya baxırıq. 131-ci sualda. Deyir ki, magistr sözü neçə dəfə çap edilir? Bunu heç eləməyə gərək yoxdur. Çünki çap bloku algoritm çıxışına qoyulub. Burada da dövr olmursa, dövr yoxdursa, deməli bircə dəfə çap edilir. Məsələn, magistr sözünü dövrün gövdəsinə qoysaydılar, yəni geri qaydansıya. Burada dövrü neçə dəfə icra etsən, o qədər çap edəcəkdir. Amma magistr sözünü dövrün ümumi algoritm sonuna qoyduqları üçün biz algoritm sonuna bircə dəfə gəlirik də, qayıdıb sona çatmırıq ki. Ona görə magistr sözü bircə dəfə çap edilmiş olacaq. Yəni həllə gərək yox. Amma məsələn 132-də görürsüz, dövrün içərisindən yerləşdiriblər informativ sözünü. Bunu şifahi tapa bilməzsən. Deməli, bu halda isə informatika sözünün neçə dəfə çap edildiyini tapmaq üçün dövrü icra edəcəksiniz. Ondan sonra 135-ci sual demişsiniz. 135-ci sualda deməli, modifikasiyalı dövr algoritmi i2-8 amma addımı verilmir. Uşaqlar, addım verilməyəndə addım 1 qəbul edirik. Yəni, i2-dən 8-ə qədər 2, 3, 4, 5, 6, 7, 8 qiymətlərin olur. Dövrün sayı ilə ilərinin sayı neçə dənədir? 7 dənədir. Yəni, həllə də yenə ehtiyac yoxdur. Sonra 141-ci sual. Deməli, bu da modifikasiyalı dövr algoritmidir. Ümumiyyətlə, bu sualda biraz tələbələrimizin elədiyi səhv nədir? Məsələn, burada bu çıxışa nə vaxt gələ bilərsən? Sən bu dövrü tamamlamadan çıxışa gələ bilməzsən. Tələbələr hər dövr üçün bir dəfə çıxışa gəlir, geri qayıdır. Bu Mən mümkün də deyil. eləmişdim, müəllim, ona görə cavab ala bilmirdim. Ayşəl, yəni bax bu çıxışa gəlirsə geri qayıtmağa yol yoxdur, amma bunlar öz aralarında dövr eləyəndə, yəni axırda çıxışa gedəndə bu düzgün olur. Ona görə də biz modifikasiyalı algoritmdə dövrü tamamlamadan dövrdən çıxa bilmərik. Ona görə öncə dövrü tamamlayırıq. İnin qiymətləri hansılardır? 2, 4 addımdan 1 6, ondan sonra 10, bir də 14. Öncə bu qiymətlər üçün biz algoritmi 4 dəfə icra edirik. Deməli, A bərabər də plus 7. Yəni A neçədir? 9. 9-un üstünə 2 gəlsəm, neçə eləyəcək? 11. Ondan sonra 2 ilə işim qutardı, keçirəm 6-ya. Üstünə gəlinsin i, yəni 11 üstə gəlsin 6. Neçə elədi? Elədi 17. 6 ilə işim qutardı. 17 üzərinə gəlsin inin yeni qiyməti, yəni 10. 17 üstünə 10 gəldim, elədi 27. 10 ilə işim qutardı. 27 plus 14 bu da eləyəcək. Deməli 41. Deməli 14 dənə işim qutardı. Beləliklə mən nə aldım anı? 41 aldım. A bərabərdir. 41 artıq i-nin qiymətləri qutardığı üçün dövrdən çıxa bilərəm. B bərabərdir B plus A. B-nin qiyməti 14-dür. A-nın qiymətini də 41 almışdım. Cəmd eləyəcək 55. Deməli, B-nin qiyməti nə olur? 55 olur. Sonra 144-cü sual.
İndi bu da modifikasiyadır. Bir algoritm yerinə yetirilməsi nəticəsində y dəyişəni hansı qiyməti alacaq? X 4-də y 1-dir. Y 2-dən x-ə, yəni 4-ə qədər qiymət alır. Yəni addımı vermişsə, yenə addım 1 götürülür. Y bərabərdir 2, 3, 4 qiymətlər alır deməkdir. Deməli, indi həll edək. Y bərabərdir y, yəni 1, üzərinə gəlsin x4, üzərinə gəlsin y. Yəni birinci qiyməti 2-dir. Öncə bunları həll edirəm, buradan alıram 7. Yəni y aldım 7. Sonra təzədən ikinci qiymət üçün istifadə edirəm. Y 7-dir, x ilə 4 olaraq qalır. Y-nin yeni qiyməti 3-dür. Demək eləyir 14. 3 dənə də işim bitdi. Sonra gəlirəm, Y-in yenə 14 qoyuram. Üzərinə gəlsin x, yəni 4. Üzərinə gəlsin y-nin yeni qiyməti 4. Bunlar deyir 22. Və y-nin qiymətləri bitdiyinə görə algoritmdə sonlandı. Y-in qiymətləri nə oldu? Yekunda 22 oldu. Sonra 155-ci sual vermişsiniz. Baxaq 155-ə. Aha, bu da qəşəng sualdır. Bu növünü müəyyən etməkdən bağlı sualdır. Aha. Deyir ki, x-in istənilən qiymətində bu funksiyanın qiymətinin tapılması. 5 çox x kvadratı kvadrat kökdür və minus var. Yəni, kökün altı mənfiyə bərabər olma ehtimalı vardır ya. Mən öncədən şərt qoysam, böyük bərabər 0. Ona görə də bu nə olur? Budaqlanan olur. Adəmdir. Və bəndində kəsir var, məxrəc var. Amma məxrəcdə x kvadratı və 6 müsbət ədədlər olduğu üçün heç vaxt məxrəc 0-a bərabər olmur. Yəni, şərti ehtiyac duymadan xətti yaza bilərəm. C onsuz da dövrüdür, çünki i 1-dən 100-ə qədər 100 dənə təkrar qiymət alır. Bayaq təkrar sayını tapdığımız misaldır. Burada deyilən nə kök altı, nə də məxrəc var. Ona görə də heç bir şərti ehtiyac yoxdur, yəni heç biri yoxdur. Rahatlıqla x-in yeni istənilən qiyməti qoymaq olur. Ona görə bu nədir? Xəttidir. Burada y bəndi parça var. Parçada funksiyanın qiymətinin hesablanması hər zaman nə olur? Deməli, dövrü olur. Da belə. Sonra davam edək. 170-ə qədər sual var. 170-ə qədər. Yoxsa sual deyilmiş. Ay maşallah, nə qədər sual deyilmiş. 170-ə qədər sual var, uşaqlar. Deyəsən işləməmişsiniz, çaxırları çatdırıb. Düzdür? Yoxsa var sualımız? Var, neylə? 161. Aha, bu da qəşəng sualdır. Deyir, aşağıdakı algoritm yerinə yetirildiğini nəzərə alaraq doğru variantı seçin. Həll edib sonunda cavabları tapın. Deyir, x bərabərdir y dedim. Yəni 1 4-ə bərabərdir. Dedim, yox. Və master enerjini çap elədim, düşdüm aşağı. X bərabərdir x plus 1. 1 plus 1 elədi 2. Təzədən sual verirəm. 2 4-ə bərabərdirmi? Dedim, yox. Yəni master enerjini çap elədim, düşdüm aşağı. X aldım 3. İndi 3 qoyuram x-i yenə. 3 4-ə bərabərdim, dedim, yox. Yenə master enerjini çap elədim, düşdüm aşağı. Aldım x-i 4. Təzədən sual verirəm. 4 4-ə bərabərdirmi? Dedim, bu dəfə hə. Burada da başqa ifadəni çap edirəm. Magistratura bu ayrı ifadədir. Bunu da çap elədim, düşdüm aşağı. X bərabərdir. X vurulsun 10. X 4 idi, 4-ü ona vursam 40. İndi baxaq. Deyir, x dəyişəni 30 qiymət alıb, xeyr. X 40 qiymət alıb. Master enerji 5 dəfə çap edilib, xeyr. Master enerji 3 dəfə çap eləmişəm. 2 dəfə dövrün gövdəsi icra edilib, xeyr. Dövrün təkrarlanırsa buraydı da 1, 2, 3 dəfə bu icra eləmişəm. Magistratura söz çap edilməyib, edildi, gəldik bir dəfə çap elədik. Deyir, şərt blokuna 4 dəfə müraciət edilib, bu düzdür. Yəni 4 dəfə sual verdim, yerdən də düzdür. Sonra 170-ə qədər sual var, uşaqlar. 170-ə qədər sual var. %68. Deyir ki, master söz neçə dəfə çarp edilir. i 6-dan böyük bərabərdirmi? Yəni 4 6-dan böyükdür, dedin yox. Masteri çap elədin, düşdün aşağı. i plus 1, 4 plus 1 elədi 5. 5 üçün sual verirsən ki, 5 6-dan böyük bərabərdirmi? Dedin yox. Yəni master sözünü çap elədin, düşdün aşağı. 5 plus 1 6 elədi.
6 altdan böyük bərabərdir. Bərabər deyə hə dedi, sonlandı. Nasıl istəyirsiniz? Neçə dəfə çap edildi? 2 dəfə. Sonra 180'e kadar sual var. Suallar 180'e kadar sual var. 175. Deməlidir, C-nin qiymətini təyin edin. B 5'dir, A bərabərdir, B plus 2'dir, 5 plus 2 7'dir. B bərabərdir 6 çıx B'dir. 6 çıx B. 6 çıxılsın 5 demədir 1. B'nin yeni qiymət torpuşum 1'dir. Ondan sonra C bərabərdir mənfi 1, yəni mənfi 1. Üzərinə gəlsin 3 vurusuna 3 dəfə 7 21. Mənfi 1'dən 21 toplayanda deyilmir 20. Ondan sonra 180'e kadar sual yoksa 190'a kadar sual var. Yani ahıra kadar sualımız var uşaqlar. 181. Deməli, A 14'dür, B 30'dur, B bərabərdir, B. Yəni 30 çıxılsın 2 vurulsuna, yəni 28, o deyir 2. Əgər A B-dən kiçikdirsə, yəni 14 2'dən kiçikdir mi dedin? Yox. Yəni ikinci tərəfə baxırsan. Bu zaman da A üzərinə gəlsin. Yəni 14 üzərinə gəlsin 2'dir. Yəni 2 dəfə 2 4 edir. Bu dediğin neçə? 18. Müəllimə, həll eləyəndən sonra, yəni 2-ni tapandan sonra A-la B-ni müqayisə edirik. Sən bunu aldın, sonra növbəti mərhələyə keçirsən Səbinə. Yəni B-ni almadan əgər keçə bilərsənmi? Ay, yox. Bildim müəllim, mən Okey. tərsə başladım. Anladım, çox sağ ol. Tamam, 187. Sənə sağ ol. Deyir ki, x-in istənilən qiymətində bu funksiyanın qiymətinin tapılması. Burada kök altı və yaxud da məxrəc yoxdur deyə xətti olacaq. Şərtə ehtiyac yox. Yəni B bir ayğını. 3 ədədin müqayisəsi. 2 ya da 3 ədədin müqayisəsi dediklərdir. Bu daxlanan. 200 ədədin, söhbət çox sayda ədədin üzərində gedən əməliyyatdan bəhs edilir. Bu da dövrüdür. Müəyyən olunmuş addımda parçada funksiyanın qiymətinin tapılması dedik nə olur? Dövrü. 4-cü dərəcədən kök 6, cüt dərəcədən kök 6 böyük bərabər 0 şərti qoyulmalıdır. Bu da ona görə nə olacaq? Budaklanan olacaq. Və beləliklə tamamlanır. Sonra başqa sual qaldı sona qədər. Sonra algoritmdə axıra qədər sualınız var? Yoxdur. Deməli uşaqlar, biz algoritmə tam baxdıq, amma mən evə yeni dərslər verməliyəm. Yeni dərsimiz proqram təminatı olacaq. Proqram təminatını sizə izahına atacağım. Elə qəliz mövzu deyil, amma proqram adları əzbərlənməli olan mövzudur. Onun izahına baxarsınız, öyrənərsiniz. İndi dərsimiz daha izaha getdi deyə misalların izahına. Dərsin izahına vaxt çatmayacaq. Ona görə dərsin izahını sizə atacağım. Yəni riyazi mövzu deyil, nəzərə asan mövzudur. İzahını atacağım. Yerdə artıq 2 dənə mövzumuz qalıb. Bir bu, bir də əməliyyat sistemi. Ondan sonra artıq praktiki mövzular, yəni proqramlar başlayır. Yəni gələn həftədən sizdən proqramlara artıq başlayacaq, gələn həftənin ikinci yarısı. Yəni sürətdən digər qruplara çatmaq üzrəsiniz. İndi bunların video qeydlərini mən sizə atacağım. Video qeydlərə baxarsınız. Oldu mu uşaqlar? Nəsə sualınız var əlavə? Xeyr, müəllimə, çox sağ olun. İyi Sağ olun. dersler. Biraz xeyrə qalsın. Sağ olun.